Salam, hər vaxtınız xeyir. ABC Akademinin təqdim etdiyi sınavının izahına baxırıq. Birinci sual. Nöqtələrin yerinə uyğun gələn cavabları müvafiq olaraq yazın. Yaxından görünməz uzaqdakı əşyanın xəyalının torlu qişadan öndə alınmasıdır. Yəni öndə burada bir rəqəmi ilə qeyd edilib. Yaxından görmədə torlu qişanın xəyalı əşyanın xəyalı torlu qişadan önə düşür. Amma söhbət hansı əşyadan gedir? Uzaqdakı əşyanın xəyalı torlu qişadan öndə alınır. Bunun səbəbi isə göz almasının demək ki, uzunsov olmasıdır. Və ya billurun qabarığının bir öndə uzunsov olması və ya billurun qabarıqlığının artmasıdır. Düzgün cavab olacaq A variantı. Əgər anadan gəlmə səbəb deyirsə, göz almasının uzunsov olması, sonradan qazanılan səbəb olanda billurun qabarıqlığının artması nəticəsində olacaq. 2. Hansı xəstəlik zamanı qaz halında olan qızıqların qəbul edilməsi pozulur? Tapşırığın şərtində verilmişdi. Anosmiya qoxu hissiyatının itməsidir. 3. Mərkəzi sinir sistemindən çıxan sinirlərin cəmi N olarsa, baş beyindən 12 cüt, onurğa beyindən 31 cüt, toplam 43 cüt sinir çıxır. Burada cəmi dediyinə görə 86 dənə siniri N deyə işarə edib. Onurğa beyindən çıxan sinirlərin cəmini hansı ifadə ilə göstərmək olar? Onurğa beyindən çıxan sinirlər 31 cüt və yaxud da 62 ədəddir. 62, 86 əgər N-dirsə, N-dən neçə çıxanda 62 qalacaq? 12 cütü, yəni 24 dənəni çıxanda. N çıxılsın 24, yerdə qalanlar da olacaq onurğa beyindən çıxan sinirlər. Dördüncü sual. Çarpaz tozlanma zamanı əmələ gələn toxumun rüşeym hüceyrələrinin nüvəsində 16 xromosom var. Toxumun rüşeymi deməli diploiddir. 2 yəni bərabərdir 16-dır. Bu toxumun endospermində 23 xromosom olarsa, mayalanmadan bilavasitə əvvəl rüşeym kisəsində olan hüceyrələrin xromosom saylarını demək rüşeym kisəsini müəyyən edirik. Əgər endospermində 23-dürsə, bunu belə yazmayalım. X yumurta hüceyrə ilə Y sperminin birləşməsi olub 16. 2X mərkəzi hüceyrə ilə Y sperminin birləşməsi olub 23. Bunu sistem tənlik kimi həll etsək, tərəf-tərəfə çıxdıqda 2X-dən X çıxanda qalacaq X, Y-dən də Y çıxanda heç nə qalmır, 23-dən də 16 çıxanda qalacaq 7. Deməli, yumurta hüceyrənin xromosom dəsti 7-dir. Yumurta hüceyrə 7-dirsə, sperminin xromosom dəsti olacaq 9. Mayalamadan bilavasitə əvvəl rüşeym kisəsində olan hüceyrələrin xromosom cəmi neçədir və spermilər rüşeym kisəsinə daxil olmuşdur. Rüşeym kisəsində 8N qədər xromosom vardır. Bunun biri mərkəzi hüceyrədir, diploiddir. 3 yuxarıda, 3 aşağıda da olanlar haploiddir. 2 dənə də spermi gəlib olacaq 2N. Deməli, bizim yumurta hüceyrəmiz 7-dirsə, 7 və 8-in 56, üstə gəlinsin, 2N-imiz də 9 ilə 9 olacaq 18. Toplasaq, necə bunu? 74, düzgün cavab olacaq C. 5-ci sual, vegetativ çoxalması soğanaqlı yumrular vasitəsilədir. Soğanaqlı yumruya aid olan zəfərandır, D variantı olacaq. 6. 2 eyni ölçülü hüceyrə, söhbət hüceyrə mərkəzindən gedir. Hüceyrə orqanoidi dedikdə. 2 eyni ölçülü haqqında hansı fikir yanlışdır? Zula sintezini həyata keçirdən ribosomdur. O 2 müxtəlif ölçüdür. Amma hüceyrə mərkəzi ali bitkilərdə olmur, ali heyvanda olur, membranı yoxdur. Hissələri bir-birinə perpendikulyar yerləşib deyə bilərik. Geoxronoloji cədvələ əsasən neçə geoloji erada ibtidai bitkilər mövcud olmuşdur? İbtidai bitkilər başlayır proterozoydan. Era deyirsə bizə mezozoy, kaynazoy. Proterozoy, bu paleozoy yedim. Paleozoy, proterozoy, paleozoy, mezozoy, kaynazoy. 4 dənə eradır ki, ibtidai bitkilər mövcuddur. Düzgün cavab D.
8-ci sual, hansı bitkinin zigotu bölündüyü zaman qütblərə 2 xromatidli xromosomlar çəkilir? Əgər 2 xromatidli xromosom çəkilirsə, deməli söhbət meyoz bölünmədən gedir. O zaman zigotu meyoz yoluna bölünən olacaq yosunlar. Ulotrix məsələn Y variantı. 9. Energetik proseslərin meydana çıxma ardıcıllığı ilə düzün. Meydana çıxma ardıcıllığına baxdıqda birinci heterotroflar olub, o zaman anaerob tənəffüs. Ondan sonra yaranıb xemosintez edicilər. Qidalanmanın təkəmmülü hetero-xemo-fotoardıcıllığı ilə gedib. Xemosintez edicilər meydana çıxandan sonra fotosintez edicilər yaranıb. Qırmızı, yaşıl bakteriya, sonra siyanobakteriya. Artıq fotosintezdən sonra sərbəst oksigen alındığına görə də aerob tənəffüs meydana çıxacaq. Düzgün cavab olacaq A variantı. 10-cu sual, hər birindən bərabər sayda götürülmüş. Bərabər dediyinə görə x qədər kərtənkələ, x qədər ilan, x qurbağa, x qədər də timsah vardır. Ürək kameralarının cəmi 78-dir. Kərtənkələnin demək 3 ürək kamerası var. İlanın 3 ürək kamerası var. Qurbağanın 3 ürək kamerası var, amma timsahda 4 dənədir ürək kamerası. Deməli 13. 13x qədər ürək kamerası var ki, bu da 78-ə bərabərdir. 78-i böləndə 13-ə, demək, x də bərabərdir 6. Deməli, hər birindən 6 ədəd götürülüb. O zaman x-lərin yerinə yazıram 6. 6 kərtənkələ, ilan, qurbağa və timsah vardır. Bu canlılarda cəmi neçə döş sümüyü gövdə skeletinə aiddir. Kərtənkələnin döş sümüyü gövdə skeletinə aiddir. İlanın döş sümüyü yoxdur. Qurbağanın döş sümüyü qurşaq skeletinə aiddir. Timsahın da döş sümüyü gövdə skeletinə aiddir. Olacaq 12 dənəsi, düzgün cavab olacaq Y variantı. 11. İnsanın limfası, limfa eritrositə malik deyil, hemoqlobinə malik deyil, çünki eritrositi yoxdur. Leykositlərə malikdir, bəli, qırmızı rəngdə olur, xeyr. İfrazat məhsullarını daşıyır, bu da doğrudur, düzgün cavab olacaq A variantı. 12. Noxud, darı və qarğıdalı toxumları cücərərkən bərabər miqdarda su udmuşdur və bunların cücərməsinə cəmi 120 qram su sərf olunub. 120 qram bərabər sayda deyir hər üçü sudur. O zaman 120-ni bölərəm 3-ə. Deməli, hər biri 40 qram sudur. Noxud var, darı var, qarğıdalı var. Əgər noxud 40 qram su udubsa, noxud öz çəkisi qədər su udub. Deməli, noxud da 40 qram yemiş. Darı 40 qram su udubsa, özündən 4 dəfə az su udmuş olur. O zaman darı toxumları olacaq 160. Qarğıdalı toxumları 40 qram su udubsa, özünün yarısı qədər sudur, olacaq 80. Və bizə deyir ki, darı toxumlarının quru kütlələrinin cəmi, darı toxumlarının quru kütləsinin cəmi nədir? Darı toxumlarının quru kütləsi nə qədər olar? 160 qram olacaq. 13. Arimorfozlar nəticəsində hansı sistematik kateqoriyalar yaranır? Mən bunu belə deyirəm, növ, cins, fəsilə. Yəni, buna deyirik nəcəf kişi. Nəcəf kişi yaranır idioadaptasiya ilə. Yerdə qalan bütün sistematik taksonlar arimorfozlar nəticəsində yaranır. Onda, məsələn, bax, şöbədir, fəsilərini çıxaram. Növ, cins fəsilərini çıxdım, yerdə qaldı şöbədir, sinifdir, tipdir. Bunlar yaranacaq arimorfozlar nəticəsində. 14. Hansı bitkilərin meyvə yanlığı toxum cücərdiyi zaman açılır? Toxum cücərdiyi zaman əgər meyvə yanlığı açılırsa, bu bir toxumludur. Və biz də bunları torpağa meyvə şəklində əkirik. Noxud çox toxumludur, olmaz. Mərci çox toxumludur, olmaz. Kətan, üzüm çox toxumludur, olmaz. Buradan noxudu çıxsaq, darı, fındıq, əriş qalır. 15. X və Y-in cəmini istəyir bizdən. Mitoz bölünmədən bilavasitə əvvəl hüceyrədə xromatid sayı. Meyozun birinci bölünməsindən sonra, yəni birinci telefazada N2-dir. Əmələ gələn hüceyrədə, bir hüceyrədə xromosom sayı 19-dur. Yəni bunun haploidi 19-dur. O zaman bölünmədən bilavasitə əvvəl 2N 4C olduğu halda 4C xromatiddir. Əgər N 19-dursa, yəni haploidi 19 etsək, onda C də 19-a bərabər olacaq. 19-u 4-ə vuranda nə edir? 38, 76. Deməli, 76 xromatid sayı burada var.
Meyozun ikinci bölünməsindən sonra əmələ gələn hüceyrədə xromatid sayı. İkinci bölünmədən sonra əmələ gələn hüceyrədə olacaq NC, C'nin də qiyməti 19-dur. O zaman Y-in də qiyməti 19 olacaq. X üstəgəlsin Y 80, bu da 15, 95 düzgün cavab A variantı. 16. Yaşıl quş mamırının sporofiti. Söhbət ayaqcıq üzərində qutucuqdan gedir. Bilavasitə nədən yaranırdı? Ziqotdan əmələ gəlirdi. 17. Cədvələ əsasən Y üstəgəlsin, X üstəgəlsin Y ifadəsinin maksimum qiymətini hesablayın. Çay xanı balığının onurğasında olan fəqərlərin sayı maksimum dediyinə görə 38-42 fəqərəsi olur. Biz X-i 42 ilə götürməliyik ki, maksimum olsun. Göl qurbağasının onurğasında olan fəqərələrin də sayı olacaq. Bir boyun, 7 gövdə, bir dənə də oma fəqərəsi, yəni 9 fəqərə. 42-nin də üstə 9 gələndə olacaq 51. 18. İnsanın inkişafı zamanı rüşeyn vərəqlərinin formalaşması başlayır. İmplantasiyadan dərhal sonra deyə bilərik. Çünki artıq yapışdığı andan etibarən endoderma daxilə doğru çökür, endoderma əmələ gəlir. Ondan sonra digər rüşeyn vərəqləri də formalaşmağa başlayırdı. 19. Siyahıda verilənlərin neçəsinin tənəffüs hərəkətlərində qabırğarası əzələlər iştirak edir? Hə, qabırğarası əzələlər məsələn timsahda iştirak edər, göyərçində iştirak edər. Balıqda qabırğarası əzələlər tənəffüsdə iştirak etmir, çünki qəlsəmə tənəffüsüdür. Qurbağa yetimin heç qabırğaları yox idi. Kərtənkələnin də qabırğarası əzələlər iştirak edir. Cavab olacaq 3 dənə. 20. Tip zərisi, kalmar, öküz solteri və qaraciyər sorcusu. Verilən canlıların sormac arasında münasibət hansı bənddə doğru göstərilmişdir? Ən çox burada kalmarın sormacı olacaq. Çünki onun 10 dənə qolcuğu var idi. Onların içərisində daha çoxdur. Yəni, başdan ayağa sormacılar idi onun daxili. Ona görə kalmar böyük olacaq hamısından. Tip zərisi 2 dənədir. Öküz solteri 4 dənədir. Qaraciyər sorcusu da 2 dənədir. Hə, onda kalmar böyük olsun. Demək, öküz soliterindən, solter nəyinə yazıb? S-dən və bu Z-lə də G bir-birinə bərabərdir. Bu da böyükdür Z, o da bərabərdir G, olacaq B variantı. 21. İnsan maksimum yuxu siklində yatmışdır. Maksimum sikl dediyimiz ümumiyyətlə sikl 4-5 sikldir. İndi maksimum dediyinə görə biz 5 sikllə götürürük. Ləng yuxu fazlarından davam etmə müddəti minimumdur. 5 siklin hər birində 1 saat yatıb. Yəni cəmi 5 saat yatıb. Tez yuxu fazlarının davam etmə müddəti isə maksimumdur. 5 siklin 4 dənəsində 15 dəqiqədən yatıb, sonuncusu da 30 dəqiqədir. Səhərə yaxın artır axı. Bu deyəcək 1 saat 30 dəqiqə. Və bizə deyir ki, ləng yuxunun davam etmə müddəti tez yuxunun davam etmə müddətindən nə qədər çoxdur? Ləng yuxunun davam etmə müddəti 5 saatdır, çıxılsın 1 saat 30 dəqiqə, 4-3 saat 30 dəqiqə qalmış olacaq B variantı. 22. Verilən fikirlərdən hansı doğrudur? Xarici sekresiya vəzləri bədən boşluğuna maye ifraz edir. Xarici sekresiya vəzləri, məsələn, mədə vəzləri mədənin boşluğuna maye ifraz edir. Yəni, bu düzgün ola bilər. İnsanda qarışıq sekresiya vəzləri heç bir bədən boşluğunda yerləşməyə bilər. Qarışıq sekresiya vəzləri, məsələn, kişilərdə toxumluqlar heç bir bədən boşluğunda yerləşməyə bilər. 5 növ daxili sekresiya vəzi heç bir bədən boşluğuna yerləşmir. 5 növ yox, 5 dənə olsun. 1 dənə qalxına bənzər, 4 dənə qalxana bənzər ətraf vəzləri. Qadınlarda daxili sekresiya vəzlərinin növ sayı kişilərdən artıq ola bilər. Məsələn, müvəqqəti daxili sekresiyalarda gəlsək üstünə artıq ola bilər. Ona görə də olsun B variantı. 23. Hansı canlıların ürəyindən bir növ qan çıxıb, bir növ qan qayıdır? Məsələn, çay xərçəngi ürəyində arterial qandır. Bir növ qan çıxır arterial qan və ürəyə də qayıdır arterial qan. Çünki açıq qan damar sistemidir. Açıq qan damar sistemi olan canlıların ürəyində yalnız arterial qan var. Məsələn, göl ilbizi ürəyində yalnız arterial qan var, çünki açıq qan damar sistemi var. Arterial çıxıb ürəyə də arterial qayıdır. Göl qurbağasının ürəyində 3 növdür. Xanı balığının ürəyində bir növ venozdur və venoz olaraq da qayıdır. 1, 2, 4 olacaq B variantı.
24. Ağac gövdəsinin oduncağında olmur. Ölü ötürücü toxuma hüceyrələri, kislema boruları oduncaqdadır. Mexaniki toxuma liflər falan var, oduncaqda yerləşir. İllik halqalar oduncaqdadır. Əsas toxuma oduncaqda var. Əleyhbənzər borular qabıq hissəsində olarlar. 25. Badımcan bitkisinin bir çiçəyində olan bitişik ləçəklərin sayı n olarsa, badımcan bitkisinin K5, L5, Y5, D1. Bunların hamısı bitişikdir. Növ alaq bunları. Və bir çiçəyində olan bitişik ləçəklər n'dir. Yəni n'in qiyməti 5'dir. Onda erkəkçiklərin sayı hansı ifadə ilə müəyyən olunur? Erkəkçiklər də 5 dənə olduğuna görə elə Y variantı olacaq. 26. Nöqtələrin yerinə uyğun gələn sözləri yazın. Qırmızı və qonur yosunların tallonları. Bu laminariya, porfira, fuks verilən şəkil var 7-ci sinif dərsində. Həmin şəklin altında verilib bu. Kürə şəkli də, sap şəkli də, lövhə şəkli də, yəni hər üçü ola bilir. Ona görə düzgün cavab A. 27. Sancaq şəkili planın qametinin müəyyən əlamətinə görə genotipi A, B, S olmuşdur. Onda bu protalda bu qameti əmələ gətirən hüceyrələrin verilmiş əlamətinə görə genotipi necə olmuşdur? Protal haploiddir. Əgər belə bir genotipdə qameti varsa, elə protalın da genotipi eynidir. Çünki protal haploiddir və buna görə də qametlərini mitozla yaradır. 28. X, Y, Z ifadəsinin qiyməti. Çay xərçənginin mürəkkəb gözlərinin sayı 2 dənə mürəkkəb göz var. Bığcıqlarının sayı 4 dənədir. Çənə ayaqlarının sayı 3 cüt, yəni 6 dənədir. Bunlar da toplasaz 12 dənə olacaq. 29. İnsanın onurğa sütununun neçə şöbəsinə aid fəqərlər onurğadan kənar birləşmə əmələ gətirir? Onurğa sütununa aid olan döş fəqərləri onurğadan kənar birləşmə əmələ gətirir qabırğalarla. Oma fəqərləri çanaqla birləşmə əmələ gətirir. Bir də boyun fəqərləri ənsə ilə birləşmə əmələ gətirir. Ona görə də onurğa sütununun 3 şöbəsi onurğadan kənar birləşmə əmələ gətirir. 30. Erkək qıjı, adi şam və zəncirotu bitkilərinin hər birinin maylanmasında 20 erkək qamet iştirak etmişdir. Deməli, 20 erkək qamet qıjıda var, 20 dənəsi adi şamda var, 20 dənəsi də zəncirotuda. Hər birinin maylanmasında 20 erkək qamet iştirak etmişdir. Bu proseslər zamanı neçə toxum əmələ gəlir? Əgər erkək qıjda 20 qamet iştirak edibsə, 20 dənə yumurta hüceyrə mayalanıb, amma buradan toxum əmələ gəlməz. Adi şamın bir yumurta, bir sperm iştirak edir. Əgər 20 erkək qamet iştirak edibsə, 20 dənə toxum əmələ gəlir. Və zəncirotunda bir toxumun əmələ gəlməsində 2 erkək qamet iştirak edir. 20 dənə erkək qamet iştirak edibsə, 10 dənə toxum əmələ gələcək. Buradan toplam 30 dənə toxum əmələ gəlmiş olacaq ki, düzgün cavab D. 31. Eyni yumurta əkizləri bilavasitə əmələ gəlir. Bilavasitə dediyinə görə yumurta əkizləri zigotdan deyil. Zigot bölünür, sonra blastomerlərə çevrilir. Eyni yumurta əkizləri bilavasitə elə blastomerlərdən. Hələ ki, zigotda bölündü 2 dənə blastomerə. Bu blastomerlərdən, məsələn, eyni yumurta əkizləri əmələ gələ bilər. Bilavasitə sözünə görə. Bu hissəni yığın biraz. Demək, şəklə əsasən verilən fikirlərdən hansı doğrudur? Demək, bir hissədə mühit qələvidir. Bir hissə ağız boşluğunu göstərir. Ağız boşluğundan mühit qələvidir. Zəif qələvidir götürə bilər. Ümumiyyətlə qələvidir. İkinci hissədə olan mühiti öd müəyyən edir. İkinci hissədə tuş mühit var. Mədədir, öd deyil, florid turşusu müəyyən edir. Üçüncü hissədə polimer birləşmələrin ən çox olduğu hissədir. Polimer yox, monomer birləşmə, çünki nazik bağırsaqda parçalanma gedir. İkinci hissədə karbohidratları parçalayan fermentlər sintez olunur. Mədədə karbohidratı parçalayan ferment sintez olunmaz. İkinci hissədə zülal və yağların parçalanması baş verər. İkinci hissədə mədədir. Burada süd zülalları və süd yağları parçalanır. Ona görə də bu hissədə baş verə bilər. Yəni, mənə görə burada 2 dənə variant doğrudur. A və Y variantı. Çünki ağız boşluğunda mühit qələvidir. 1 ağız boşluğunu göstərir. 3 isə zülal və yağların parçalandığı yeri göstərir ki, 3 nəymiş? 2 mədə. Burada da parçalanma gedir. 33-ə baxırıq.
Hüceyrənin bölünməsi zamanı bölmə və təllərin əmələ gəlməyə başlaması və bitməsi müvafiq olaraq hansı fazadır? Bölmə və təllər əmələ gəlməyə başlayır profazada, formalaşıb bitir metafazada da. Anafazadan etibarən geriyə çəkilmə gedəcək. Ona görə düzgün cavab olacaq B. 34. Hansı bitkinin çiçək düsturunda strukturlarının birinin cəmi 12-dən çoxdur. 12-dən çox olduğuna görə biz sonsuzluq işarəsi qoymalıyıq. Burada da sonsuzluq işarəsi məsələn gülçələ fəsləsinə aid olan çınqılotu bitkisində verilə bilər. 35. Eyni növə aid fərdlər arasında müxtəlifliyin meydana çıxması asılıdır. Eyni növün fərdlərində DNT-dəki nukleotit növləri zaten 4 növ nukleotit var. Bundan asılı olmaz. Nukleotidlərin ardıcıllığından asılı ola bilər. Bəli, nukleotid ardıcıllığı dəyişdikcə fərqlilik yaranır. Hüceyrədəki ribosom sayından asılı deyil, yalnız 2-dən asılı olacaq. 36. Paleozo erasının silur dövründə baş vermişdir. Onurğalarda sümük toxumasının yaranması ordovik. İlk xordalların meydana çıxması proterozoy. Plaonların ağac və ot formalarının yaranması elə silur idi. Düzgün cavabımız D-dir. C-dir. Pəncəzgacı balıqların meydana çıxması devondur. Xitin skeletin yaranması da Kembridir. 37. Fikirlərdən neçəsi doğrudur? Sinirlər neyrondan uzundur. Bu fikir doğrudur. Sinirlər neyrondan uzundur. Çünki neyron özü bir hüceyrədir. Sinir isə onların uzun çıxıntılarının cəmidir. Yəni sinir neyrondan uzundur. Sinirlərin əmələ gəlməsində 3 növ neyron iştirak edir, yox. 2 növ neyron iştirak edir. Ara neyronlar sinir əmələ gəlməsində iştirak etmir. Neyronların növ sayı sinirlərin növ sayına bərabərdir. 3 növ neyron var, hissi hərəki ara neyron. 3 növ də sinir var, hissi hərəki qarışıq sinir. Bu da doğrudur. Ara neyronlar işçi orqanla əlaqəli ola bilər, doğru deyil. Ara neyron hissi və hərəki neyronlar arasında yerləşir. 2 növ neyron mühitlə əlaqəlidir. Yox, sadəcə bir növ hissi neyron mühitlə əlaqəlidir. Yəni burada 2 variant doğrudur. 38. Bir insana sağ qolundakı vena damarına vurulan dərman ürəkdən hansı ardıcıllıqla keçər? Sağ qoluna vurulubsa əgər vena damarı ilə gəlməlidir ürəyin demək sağ qulaqcığına. Birinci gələcək sağ qulaqcıq, yəni birdən keçəcək. Sağ qulaqcıqdan keçəcək sağ mədəciyə. Sağ mədəcik bunu aorta ilə, ağciyər arteriyası ilə çıxardacaq. Yəni 1-3 ağciyər arteriyasından gedəndən sonra gələcək sol qulaqcığa, sonra keçəcək sol mədəciyə. Sol mədəcik burada 4 ilə göstərilib və bundan da sonra aorta ilə çıxanda da gələcək 2. Yəni 1-3-4-2 olacaq C variantı. 39. May böcəyinin qarıncığı 8 buğumdan ibarətdir. Bu böcəyin ətraflarının sayının nəfəsgahlarının sayına olan nisbəti necədir? Ətraf dedikdə demək onun ayaqları nəzərdə tutulur. 6 dənə ətrafı var. Nəfəsgahlarının sayına gəldikdə isə nəfəsgahları demək 8 dənə buğumu var. Bunun birinci döş sonuncu qarıncıq buğumunda yoxdur. O zaman 2 dənə döş buğumunda var. 3 döş buğumundan birincisində yoxdur. 2 dənə döş buğumunda var. Qarıncığın sonuncu buğumunda yoxdur. 7 dənə qarıncıq buğumunda var. 9 buğumunda, amma hərəsində 2 dənə olanda 18 dənə stigma olmuş olur. Ətrafları 6-dır, stigmaları 18-dir. 6 ixtisar etdikdə 1-in 3-ə nisbətində qalacaq. Düzgün cavabımız B variantı. Və sonuncu sual, sxemə əsasən verilən fikirlərdən hansı yanlışdır? Birinci bitki qutucuq meyvəli ola bilər. Birinci bitkinin erkəkçi sayı 5-dir. Badımcan çiçəklərə aid olan bir bitki ola bilər ki, qutucuq meyvəli olar. İkinci bitki 2 qat çiçək yanlığına malikdir. İkinci bitkinin erkəkçi sayı 10-dur. Bu bir paxlalıdır. 2 qat çiçək yanlığına malikdir. Üçüncü bitki bir cinsli ola bilər. Üçüncü bitki 3 dənə erkəkçiyi var. Məsələn, bu taxıllardan qarğdalı olsun, bir cinsli ola bilər. Dördüncü bitki 2 illik ola bilər. Dördüncü bitkinin 6 erkəkciyi var. Məsələn, xaçələr fəsləsindən aid olan bitkilərdən kələm falan götürsək 2 illik ola bilər. 5-ci bitki sadə çiçək yanlığıdır. 5-ci bitkinin 10 erkəkciyi var. Bu paxlalıdır. Onlarda sadə çiçək yanlığı olmaz. Ümumiyyətlə sadə çiçək yanlığı biz bir ləpələrdə, taxıl və zambaqlarda götürürük.